Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Mən İsmail FF bugündən sizinlə birlikdə Edge dərəcəli moduyla yenə hokka verəcəyik. Videoyu bəyənib kanala abunə olmağı unutmayın və yenə bol killi bir video olsun deyək. İnşallah başladıq. Görək başımıza nələr gəlir. Həmişə buyruq atdım, dedim bu səfər də Edge atım. Edge istəyənlər də var idi çünki. Həm də bu sezon Edge sezonudur da həm. Bu bir. O biri hardadır? Ay qaqa, o düşmən də ölüyor, dostdur qaqa. Yerdəkinə vurur deyil. Bu arada dostlar, like'ları döşəməyi unutmayın. Gözəl yorumlarınızı da oxuyub cavablandırıram. Hər biriniz çox gözəl yorumlar yazırsınız. Ona görə də hamısını cavablandırıram. Yəni çox YouTuber heç ki cavablandırmır. Yorumlara baxmır, amma mən baxıram. Yorumlara və sizin fikirlərinizə önəm verirəm. Yeni elmas xəşləmə videosu gələcək. Hazırlaşın. Oy bilə qaqa, sən nağarsan ay qaqa, ora gediləsi yerdir. First blood. Camat kayfdadır ya, Allah haqqı. Double kill. 2'de 2. Takım yok edildi. Qəşəng. İsmail FF birinci. Adımız niye birincidir öyle? Çalışacağım ki birinci olsun. Oyundakı ən güclü ikinci AK məndədir də. Hasar baxımından yox, sürət baxımından ən güclü ikinci AK budur. AK-yə olsa da sürət lazımdır da. Yəni sürət olandan sonra AK-nin qabağını almaq olmur. Olsa özünün məxsus hasarı var da. Yəni 40-40 hasar vurur yeləklə. Yeleği olduğu halda belə. Ona görə mən AK sevənəm. Atış oranı ilə bərabər. Orada bir nəfər var idi, yoxsa mənə elə gəldi. Birini indirdim. Killerini çaldım daha doğrusu. O drop alında bəlkə lazım oldu oyunun axırlarında. Bəlkə elə cəmaət dropla oynadı. Nava şərəfsizlər, biri arxadan, biri də o tərəfdən vurdu. Yaxşı aldım dropu. AK-nin kralı var ya məndə, siz nə danışırsınız? Vəbşə Groza ilə oynayır bu əl. Groza da çox güclüdür məndə. Killəri çala-çala etdə hokka veririk. Bu bir. First blood. Necə aya kafa getmir? Ay blət. Peysərə bax ifadə çəkir burada, varvı yoxvu sənin. Nə bizim qrupdakılar oynayır. Buna bax 4v1 atdı. Ay blə. Gəl belə yerdə əsəbləşmə də. Gəl, AK istəyirsən gəl. Gəl də gəl. AK ilə no problem qaqa. Gəl dən hokka verək. Bax gör kim də AK oynayır. Gəl də gəl.
Götürü qolla ha, bax mən sənə dedim. Biləyə bax. Ala AK ilə şey eləyirdin. Triple kill. Adamı belə sikərlər, başa düşdünüz? Ala AK-ləri götünə soxdum hamısını bir-bir. Groz eksimizi də aldıq. Qəşəng bir dənə win gələr burada. Çox petat killlər çəkdim orada. AK ilə yəni çox yaxmaq lazım deyil. Buna bax qıraqdan gəldi, gördünüz. First blood. Nə oldu hə? Sənin AK ilə nə oldu belə? Nə oldu sənin AK ilə? Bilə Wi-Fi gedib bunun da. Double kill. Və win. Bu qədər. Qəşəng yağ kimi bir et oldu hə. Elmas 1. Bu arada dostlar, sizlərə çox gözəl bir xəbərim var. Artıq elmas xərcləmə videosu gələcək bir dənə də. Çünki həm şeydir, etkinlik var, həm də ki çoxlu elmasım var. Ona görə də 1000 elmas vurub 1000 elmas alacağım. Şans otomatına da çox gözəl bir şey gəlsə, sizə dostlar bir şey deyəcəm. Yeni ev alım yoxsa şeydir, paltar alım. Yeni ev alım yoxsa paltar alım. Məncə bu evo durur, hələ bunu makslamalıyam da. Amma bu da 5 səviyyədə, yəni idarə eləyər də. Amma burada da yəni çox gözəl evolar var. Həm parafalı, həm pompalısı. Bax bu ikisi çox gözəldir. Ona görə də üçüncü evonu alım yoxsa paltar alım. Ona siz qərar verin dostlar. Bunu alamayacağım çünki bu 8000 elmaslı Fırxı Sərxanın videosunda buna nə qədər elmas xərcləmişdi Fırxı Sərxan qaqamız. Ona görə də bu yəni çox çətin məsələdir. Buna çox pul vurmaq lazımdır dostlar. Hər neysə. Kim var? Kim dost vaxtı? Dəqiqəm. Hə, belə. O bələdçi qaqaşa ban atar, keçmiş yeri var. Buydu yoxsa o biri idi? Məncə bu idi. Taksit davranış. AFK. Məncə bu. İkisini banlatdım. Buna bax, buna bax. AK ilə hoqqa verən qaqaş. Bax bu idi. Nə qədər qoydum mən ona. Neyse dostlar, videomuz bu qədər idi. Görün videonun neçə dəqiqəsi qaldı. Videomuz bu qədər idi. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Gələn videolarımızda görüşənədək. Bunu da basım. Sağ olun.